Burada bir dənə mələk var. Gözəl şagird. Necəsən? Yaxşı. Səndən randevu almaq istəyirəm. Sən nə qədər oxuyursan? Riyaziyyatı Riyaziyyatda nə qədər çalışırsan? gedir, mən sağ saymıram ki, heç vaxt. Elə başlayırsan, nə qədər bitirməz, elə adı sən riyaziyyat oxuyursan. Neçə saat oxuyursan evdə? Sadəcə riyaziyyatda günə 4-5 saat arası falan riyaziyyat işləyirəm. Dəqiq danışın. İndi yazıqlar orada. Şilən gəldin, nə getdi, belə elədi. Dəqiq olsun. Uşaq, burada nəsə başa düşdünüz, mənə xəbərləyin də. Davud elə indidən həkim kimi yaz. Allah o xəstələrin belə deyək, oxuya bilsin o yazığı sən. 90 dənə niyə yazmısan, hə? Deməmişəm sənə. Ben çətin idi axı. Deməmişəm sənə. Düşür görüm. Deməmişəm sənə yazı. Hə? Nə yox idi? Futbol oynayıb, animeli çizgi filminə 48 dəqiqə baxıb, hə. Utan, hə. YouTube, Block Legends. Deməli, Block Legends, ayıb olsun. Gəl bura, gəl görüm, gəl bura. Seyid Əzim, öldürərəm səni. Seyid Əzim, gəl bura. Gəl görüm bura. Bəli. Radara düşmüsən. Radara Yüzə kimi yazmışam mən. Niyə 120 dənə? Hələ 150 dənə mən axşam demişdim. Vermişdi. Axşam yazıb qurtarmışdım da. Niyə yazmırsan, hə? Vurdum tutmayın. Hardan tutun, hə? Niyə? O var bir dənə, o Haydi Kardeş. Haydi Kardeş, bax ona oxşayırsan, hə? İndi YouTube-da sən kinoya baxmısan, yoxsa dərsə baxmısan? Bir dənə sən can gir YouTube-a da. Sən can gir YouTube-a da, görüm nədir. Yaxşı, belə kənarda göstər, sonra görüm yaxşı şeylər varsa girəcəm. Yox da məndim. Yox da görüm nəyə baxmısan da. İki oğlansan da la. Məndim, yox da. Hə, deməli yaxşı şeylərə baxmamısan da sən. Gör, şit şeylərə baxıb. World Country Batis. Dev yeraltı projesi. Heç nə. Bu sevdada yanan Seyid Əzim oldu. Salam aleyküm. Kimdir bu? Qaçır. Hər kəs salamlayırıq. Deməli, bugün istəyirəm ki, 9-cu sinif şagirdlərimlə 9-cu siniflərə dəstək videosu çəkək. Yəni, indi özüm də məsləhətlərimi verəcəm. Həm də 9-da oxuyan şagirdlərimlə sizə dəstək olacaq ki, necə eləyək ki, yüksək nəzər toplayaq. Burada yəni 9-cu sinifdə oxuyub, riyaziyyatı 100 yazan və kifayət qədər 280 plus 90 plus oturan şagirdlərimiz əyləşib. Onların öz məsləhətlərini verəcəklər. Bura bizim sinif otağımızdır və hələ digər şagirdlər gəlməyibdir. Aha, bir qonağımız var. Anar, gəlirsən, gəl. Nə idi adı? Qurban. Qurban, gəlirsən, gəl. Aha, indi mən istəyirəm ki, yavaş-yavaş başlayaq. Kimdən başlayaq? Hə? Anar 10-cu sinif olsa da, Anar xoş gəlmişsən. Qurban, ana deyirəm sənə, niyə ana? Heç nə, 10-cu sinifsənsə keç. Mən başlamaq istəyirəm. Necəsən? Amil. Yaxşı. Getmişdin OTK-yə? Son OTK-yə. Neçə yazmısan? 270 neçə idi? 270 neçə, bəs riyaziyyat? 95. 95. Niyə 100 deyil? 95. Bir səhvim var idi, o da diqqətsizlik. Sən getmişdin? Getməmişdin. Gülüş necəsən? Sağ ol, yaxşı. Gülüş son OTK-nı partladıb da verirsin. 296 bal və riyaziyyat 100%. İnşallah imtahanda 300. Davud necəsən? Davudu tanıyırsınız yəni ki. Getməmişdin də sən. Davud onsuz da hər imtahanlarda riyaziyyat 100 yazır. Düz Azərbaycanla düzəltsəydi 300 olardı. Əhməd. 97 yazmışsan riyaziyyatı. Niyə 97? Niyə 100 yox? İnşallah imtahanda 278 bal. Hə, bir də hamısı 4-cü qrupdur. Gülüş də 4-dür, Davud da 4-dür, Əhməd də. Ziya necəsən? Sən getməmişdin? Getməmişdin. İnşallah buna gedəcəksən. Sən neçənci qrupsan? Sən 4-sən? Amil də 4-dür, sən amma 2-sən. Qurban, neçənci qrup? 1. Qurban 1-dir. Burada bir dənə mələk var. Gözəl şagird. Necəsən? Yaxşı. Səndən randevu almaq istəyirəm. Alıram. Ala bilərəm? İcazə versən? Bəli. Sən öz dəyərli fikirlərini görüşə bilərsən? Bölüşümlə. Nə bölüşəsən? Bölüşümlə.
Hə, bölüş. Necə gedir həyat? Mən yaxşı gedir belə. Həyat deyirəm. Yaxşı gedir. Riyaziyyat. Və riyaziyyat da yaxşıdır. Riyaziyyat da yaxşıdır. Neçənci qrupsan? 1-4. 1-4. Yəni həm 1 həm 4. Yoxlayır. Hə, bəs yaxşı. OTP-yə getməmişdin. Bir dəfə getmişdim. Onda da şeydir, 16-17 düz gəlmişdim. Çalış. İndi mən istəyirəm ki, uşaqlar, istəyirəm ki, məsləhətə keçək. Məsləhət nədir? Mən öz məsləhətlərimi verim, siz. Ya siz verin, sonra mən verim. Deyərəm ki, siz eləmək lazım. Düş, gəl səndən soruşum. Deməli, mikrofonu al. Düş, səndən soruşmaq istəyirəm ki, neçə saat oxuyursun məsələn evdə dərs? İndi yəni ki, hələ ki, 3 fənə gəlsən, yoxsa 3 fənə gedirəm. 3 fənə gəlsən? Saymamışam. Saymamısan. Bəs riyaziyyatı, məsələn, çalışanda tutaq ki, başladın, neçə saat gedər də, mövzunu bitirənə qədər gedər. Bəs təkrarlar edirsən, yoxsa? Təkrar eləyirəm hə. Təkrar eləməsəm olmaz. Sınavlar işləyirsən? İşləyirəm, onu da işləyirəm. 9-da, 11-i də. Aha. Burada istəyirəm ki, bir reklam eləyək, bizim sınavlar qrupumuz olacaq. 9-cu sinifdə. Mən atdığım sınavlar işləyirsən, deyil mi? İşləyirəm hə, işləyirəm. Yaxşıdır, faydası dəyir. Dəyir. Qoşala bilərlər uşaqlar. Qoşulsunlar. Bəs yaxşı. Onu soruşduq. O birisi biologiya ilə... Onlara getmirəm. Bəs özün evdə də çalışmırsan? Kimya ilə çalışıram. Kimya? İnşallah bizim səndən gözləntilərimiz yüksək. İnşallah. Davud. Bəli, mən Sən nə qədər oxuyursan? riyaziyyatı Riyaziyyatda nə qədər çalışırsan? gedir, mən sağ saymıram ki, heç vaxt. Elə başlayırsan, nə qədər bitirməz, elə adı sən riyaziyyat oxuyursan. O sizlərlər Azərbaycan dili... Oxuyuram oxumağı. Bəs səni 300 olmaqdan qoymur da Azərbaycan dili. Neynəmək olar onun 300 olsun? Mən çalışıram. Son bir ay qalan ancaq analiz oxuyacağam. Amma elə ki, riyaziyyat... O heç... Riyaziyyat 25-dən bir dənə əksi olsa, sən mənim gözümə görsən. Neynirsən, riyaziyyat 25 olmaz. Bəs o birisi fənlərdən oxuyursan, yoxsa... Bir biologiyaya gedirəm hazırlığa. Biologiya edirsən, hə. Blok fənləri biraz... Yaxşı, sənə də olurlar. Sağ ol. Sınavları bəs yazırsan, mənim O sınavlarım. təbii ki. Yazmışsan. Bütün sınavları sentyabr ayında yazmışsan. Əhməd, sən neçə saat çalışırsan? Mən də saymamışam. Saymamısan. Bəs belə deyək, bütün hamısını işləmirsən də, nə tapşırıqları, sınavların hamısını işləmirsən də. Sınavlara qoşulsun inşallah. Qoşulsunlar. Qoşulsunlar. Yaxşı. Bəs sən o birisi fənlərdən biologiya, kimya? Biologiya, kimya. Gedirsən də. Deməli, indi öz məsləhətlərimizi verəcəyik. İnşallah, uşaqlar, elə sizlərə də deyirəm, burada baxanlara da deyirəm, 9-cu siniflərə aiddir də bu video. İnşallah sınaqlar qrupumuza atılacaq, 1 aylıq. Orada hər gün sınaq işləyəcəyik, sizə də göndərəcəm təbii ki. Orada həm mövzu sınaqları olacaq, həm qarışıq düşmüş suallar olacaq. OTK-nın DİM 20 sınaqlarından olacaq. Onların hamısı işlənəcək və əgər belə deyək, qoşulmaq istəyənlər olsa, ekranda görsən nömrəyə yazarlar, qoşularlar. 077 132 1003 nömrəsini yazıb qoşularlar. Çox faydası dəyəcək, yəni nəticələrini artıra bilərlər. Yəni qısa zamanda təkrarlayacaqlar bütün proqramı. İndi isə Qurban, səndən soruşum. Sən düzdür, 1-ci qrupsan, bəs neçə saat çalışırsan? Mən hər gün 4 saat ayırmışam riyaziyyata. Hər gün 4 saat Hər gün 4 saat. riyaziyyata ayırmışsan 4 saat. Hər gün 4 saat ayırmışam. Bir də ki, dərsi ancaq elə bir evə getdiyim müddətdə öyrənirəm. Dərsi sonraya saxlamıram. Sonraya saxladıqca daha yaddan çıxır. Çox qəşəng, mənim də bu yolda məsləhətlərim olub. Hansı dərs keçilibsə o gün də öyrənirəm də elə. Bu əla metoddur, sizlər yəqin ki, deyilən şey deyirsiniz. Bəs yaxşı imtahanlara son vaxt getməlisən? İmtahanlara martın 1 olan OTK-ya gedəcəm. Əvvəlkilər 230-240 gəlir belə. İnşallah. Bloka da gedin də arada. Bloka da inşallah. Sən get. Sən birinci qrupsan. 1-2-lər. Yaxşı. Bu hara başdı getdi? Ziya, neçə saat oxuyursan evdə? Sadəcə riyaziyyatda günə 4-5 saat arası falan riyaziyyat işləyirəm. Dəqiq danışın. İndi yazıqlar orada. Şilən gəldin, önünə getdi, belə elələr. Dəqiq olsun da. Mən deyil. Dəqiqdir. 9-dan sürət qrupunda elə təkrar işlədikcə mənə faydası olur. Elə onlar da qoşulmağı tövsiyə edirəm. Sınavları işləyirsən, tapışır. Bəli. Yaxşı, indi sizin dəftərlərinizə də baxacağam mən də. Dəftərlərinizə baxacağam. Sonra sizin mən sürələrinizə baxacağam, telefon sürələrinizə baxacağam.
Amin. Bəli. Amin yoxsa L? N. Amin. Məsələn, hər axşam yemək yeyəndən sonra dua edib amin deyirik. Bəli. Səni deyir, səni deyib gəlmişəm. Hə. Nəsə. Amin, sən neçə saat oxuyursan? Mən də Davud Gil kimi heç vaxt saymamışam onu, amma minimum 2 saat olduğunu bilirəm. Minimum 2 saat. Bəs sınaqların zaten hamısını yazmısan? Sınaqları yazıram. Ən çox da onun fayda verdiyini düşünürəm sınaqların. Çünki təkrarda böyük rol oynayır. Bəli, ümumiyyətlə sınaqlar çox önəmlidir ki, mövzunu işləyib, təbii ki, birinci mövzunu bilmək lazımdır, amma mövzunu biləndən sonra sınaqlar kömək edir ki, sənin orada nə problemin varsa onu müəyyənləşdirmək. Deməli, mən istəyirəm ki, kitab sizin bu o birisi uşaqlar gəlməyiblər hələ. Nə yaxşı ki, ancaq oxuyanlar buradadır. O birisilər hələ gəlməyib. Niyə nəcəbsə bu dəfə gedişirlər o birisilər. Yaxşı, dəftərlərə baxmaq istəyirəm. Sən məsələn sahələri vermişdin, deyil mi? Sahələri vermişdin. Sən göstər və sahələri. Mən görəm buradan başlayır sahə. Sahə. Hamısını yazmışsan. Toxum çatır dediyindən bir dənə əksi yazdıq. Görüm nə də yazmışsın. Ziya sən də yazmışsan. Ziya deyəsən radara düşür. 120. Düzdür, mən 120 dənə demişdim, amma axşam səs atmışdım ki, 150 dənə yaz. Niyə yazmamısan? O mesajı mən görməmişdim. Mesajı görməmişdin? Çox. Hamı 120 demişəm, dəstə 120 yazır. Hamısı yoxdur. Bax Ziya, bax öcə radara düşdü. Bəli Ziya, bu nə hərəkət edirsən? Mən indi yazdım. İndi yazır, mən niyə vaxtında yazmısan Ziya? Mən həkimdəydim səhər. Səhər həkimdəydin, günorta yazardın. Mən günortaya gəlmişəm yazdım. Sən bax, uşaqlar yaxşı hərəkət eləmirsiniz. Bunu dünən yazmaq lazım idi, keçən gün yazmaq lazım idi. Valideynin bayaq gəlmişdi, mən də tərifləyib göndərmişəm. Gələ təzədən səs atar. Hara qaçırsan? Davudum, ay maşallah, buradan nəsə başa düşən varsa, uşaqlar buradan nəsə başa düşdünüz, mənə xəbərləyin də. Gör Davud nə yazıb. Davud elə İndən həkim kimi yaz. Allah o xəstələrin belə deyək, oxuya bilsin o yazığı sən. Bu nədir? Bir də səhifədə 50 cür şey yazırsan. Bu imtahanda səliqəli yaz ha. Canlıdan qoyuram. Bir də məktəbdə boş yedim, göz toxusu. 120 də bir dənə artıq yazmırsa, yekə olansan. Deyirəm bir dənə artıq yaz da. Yəni bir dənə artıq yaz da. Canlı da yazmışam. Canlı. Əhməd. Sən də Əhməd. Əhməd. O Əhməd hardadır filminə baxmısan Əhməd? Məncə ona tövsiyə edirəm sənə bax. Belə şey olar, hamısı 120 yazılır. 120 dənə vermişəm, elə 120 yazılır. Bir dənə artıq. Bir dənə Ziya zayını çıxartdı. Aha, bax. Gözəllik belə olur. Dəftərə bax. Gözünüz dəftər görsün. Sən 122 nə yaxşı, 2 dənə artıq yazmısan sən. 122 dənə yazmısan. Bu nədir bəs? Sınaq dəftəri, üçbucaqlar. Yaxşı, bunun əvvəlinə görə nə yazırsan? Kvadrat kökləri, üçbucaqlar. Bu 9-un sürətidir. 9-un sürətidir. Tam cəbri, həqiqət, həndəsənin əsas anlayışları, faiz nisbət. Sınaqların hamısı nə əla? Xoşum gəldi, qəşək. Anar, gələcəm canıva sən. Deməli, görək ki, səndə tapşırıq nə yerdədir? Burada başqa kim səliqəli yazırdı uşaqlarda? Mən. Aha, deyəsən artıq yazıb. Qurban 150-yə qədər deyəsən yazıb. 144-ə qədər yazıb. Yəqin sən mesajı oxumusan da. Hə, gələk bir igidin burada yoxlayaq tapşırığını. Görək. Bunu bura vurum. Yazmısan tapşırıqları? Yazmısan? Dəqiq olsun, hə? Bu qaydadır hələ. Qaydadır. Avaranın biri də gəldi. Gəl, qaçma, gəl. Salam, necəsən? Çox avara uşaqsan da sən. Bilirsən? Banditlərə oxşayırsan.
Tapşırığı yoxlayıram, telefonun sürəsini yoxlayıram. 90 dənə niyə yazmısan, hə? Deməmişəm sənə. Ben çətin idi axı. Deməmişəm sənə. Düşür görüm. Deməmişəm sənə yaza. Hə? Nə yox idi? Deməmişəm sənə. Ama sınavlar da işləmişdim. Hə? Sınavlar da işləmişdim. Hanı sınaqlar? Bu bir dəftər deyil. Ha, o hansı, hardadır? O dəftər hardadır? Qrup atlan sınavlar deyirəm, PDF-ləri. Döyüləcəksən, hə? Telefon sürəsi. Telefon sürəsi. Telefon sürəsi, baxın. Məndə yoxdur. Nə yoxdur? Niyə yoxdur ki səndə? Nə təyən yoxdur? Anladırsan məni sən? Var hə, yalan danışma, iletişim sınırları. Sən mənə dolama da. Yoxdur, vallahi yoxdur. Elə bir şey olur, yox. iPhone-larda nətər yoxdur? Görüş iPhone-dur səndə. Səndə nədir? Məndə heç yox. Deyirsən də Afyon, nətər idi? Bir dənə video vardı. Bir dənə video vardı onun. Hanı? Hardan gedilir bu? Rəqəmsal rəhv valideyn. Bax, sən tapşırıq da yazmamısan. Telefonumun çox olsa sən bugün 2 saat 25 dəqiqə. E-futbol. Oy maşallah. E-futboldur da bu, hə uşaqlar? E-futbol. Feyz müəllim. 25 dəqiqə. Arifmet nə? Animeli. Animeyə baxın müəllim. Animeli nə deməkdir? Xəbərim yoxdur. Yaxşı. Uşaq dizgili. Qırmızı şeydir, qırmızı. Hə, nəsə qırmızı nə idi bu şeydə? Google. Bir dəqiqə, burada hardan göstərir ki, dəqiq şeyə baxmaq? Hardan vurum üstünü dəqiq baxın? Dəqiq. E-futbol oynayıb, Animeli çizgi filminə 48 dəqiqə baxıb, hə. Utan, hə, öl yerə girə. Bu nə hərəkətdə edirsən, hə? 48 dəqiqə, 16 dəqiqə, Google, YouTube 8 dəqiqə. Ayıb olsun sənə. YouTube 8 dəqiqə nədir ki? Heç nə demirəm sənə da, mənim sənin sözüm yox. Çox təəssüflər olsun. Gülüş. Gülüş, 4 saat. Baxın da mən 2 saat yatmışam bugün. Aha, 4 saat 2 dəqiqə. PDF 1 saat 51 dəqiqə PDF. WhatsApp-da niyə belə çox olmusan? 1 saat. YouTube 16 dəqiqə. Bu YouTube niyə azdır belə? Keçədən məktəbdə idim. Amma televizorda baxıram. Failim 1-2 saatdır. Televizorda baxırsan. Evdəkilər Baxmısınız mən bizə. səndə olmur. Yaxşı. 2 dəqiqə. Mən J2 ilə. Yaxşı. Məndə yoxdur telefon. Əhməd, gəl görüm bura. Telefon bir. Əhməddə deməli 1 saat 42 dəqiqə, YouTube 1 saat 21 dəqiqə, WhatsApp 6 dəqiqə, Google 4 dəqiqə. Pisi. Yaxşıdır. Heç olmasa YouTube-dasan da, başqa yerdə deyilsən. Evdən deyir, kursa gedəndə deyirlər ki, məsələn, bilirəm ki, heç olmasa kursa gedirsən də, cəhənnəmdə, nə eləsən də kursda edirsən. İnsan da cəhənnəm YouTube-dasan da, nə eləsən də YouTube-dasan. Yəni da oxuyursan, oxumursan. Avara, necəsən Avara? Tapşırıqları uzadı yoxlayacam. 1 saat 17 dəqiqə. Sosial, məhsuldarlıq, maliyyə. WhatsApp-da 1 saat 2 dəqiqə. Tapşırıqlar. Gəl gözəl inci. Tapşırıqları yazmısan hə, Avara? Yazmısan? Tapşırıqları Bir var. dənəsini yazmışam. Məktəbdə yazmışam. Telefonumu çıxır. Telefon götürmədim. Yalan danışma, telefonu çıxar, tez elə əsəbləşirəm. Nə, gecə boyunca telefona baxırsan. Aynen. Sən zaman özün yazmısan eləmsən, hə? İnanmağım gəlmir. Bu sualı buradan baxmışam. Yəni köçürtməmsən, hə, telefonu çıxar. Bu sənin dəftərindir dəqiq. Bəli, toplu. Toplu. Adınız niyə yoxdur sənin üstündə? Hamısı mənim dəftərimdir. Bu da mənim dəftərimdir. Başqasının dəftərini göstərərsən, bax. Səsəzədə baxın. Tez elə telefonu göstər. Əsəbləşirəm artıq. Niyə səbəbsiz? Doluyub be. 3 saat 27 dəqiqə. 3 saat 27 dəqiqə. YouTube, Block Legends. Deməli, Block Legends. Ayıb olsun sənə. YouTube 43 dəqiqə, Google 26 dəqiqə. Block Star, Block Blast. O nədir? Mən bu da internet falan olmayanda məktəbdə oynayıram arada. TikTok 14 dəqiqə, Instagram 13 dəqiqə, kamera 6 nəsə.
Gel. Gel buraya gel. Gel buraya. Seyid Əzim öldürürəm səni. Seyid Əzim. Gel bura. Ay keçdirməzdimi? Gel görüm bura. Bəli. Radara düşmüsən. Radara Radara düşmüsən. Nətərsən? yaxşı müəllim, siz nəsiniz? Mən də yaxşıyam. Çıxart telefonumu. Tapşırıqlarımı çıxart. İnci necəsən? Dəftərimi göstər, tapşırıqlarımı göstər. Hə? Dünən götürmüsən dəftəri, yaxşı. Bu nə xırda yazırsın? Bunu biraz böyüdün də. Yazmışam. Yazıbsan hamısını. Sən imtahana getməmişdin axırıncı dəfə. Gedəcəksən 1 mart. Martın biri bağlı. 150 dənə. Bax, İnci 150-sinin hamısını yazıb. Martın biri 9-lara var da, ha? 15-i də, hə? 15-i. Hə? Yaxşı, bəs necə yazırsan imtahanlarda? Keçən də 80 yazmışdım. Riyaziyyatı. Telefonumu çıxart, telefonumu şeyinə baxacam. Seyid Əzim, Bəli. görüm yazmısan tapşırıqları. 100-ə kim yazmışam mən? Niyə 120 dənə? Hələ 150 dənə mən axşam 120 demişdim. dənə vermişdim. Axşam yazıb qurtarmışdım da. Niyə yazmırsan? Hə? Mən vurdum tutmayın. Hardan tutun da? Niyə? O var bir dənə, o Haydi kardeş. Haydi kardeş, bax ona oxşayırsan. Hə? Haydi kardeş. Yaxşı, telefonumu çıxart, görüm mən. Seyid Əzim, duyuyorum səni. Çıxart tez elə. O, 5 saat. Az ya müəllim. Bu gündür də bu deyəsən. Bəli. Bu gün indi başlamayıb. Yox, mən gecə yatıram. 2 saat 24 dəqiqə Instagram. Sənin Instagramını alacam, baxacam nə ilə məşğulsan. WhatsApp 1 saat 22 dəqiqə, Chrome 50 dəqiqə. PDF-dəydim ya orada 1 saat 22 dəqiqə. Aa, bir dənə normal yerə girməyib. Tamam, məsələn bax Instagram 2 saat 24 dəqiqə, WhatsApp 1 saat 22 dəqiqə, Chrome 50 dəqiqə, TikTok 29 dəqiqə, Blog Plus ChatGPT 12 dəqiqə. Yəni bir dənə normal yer, YouTube zad məsələn heç görmürəm. Ayıb olsun sənə. YouTube-da nəyə baxım? Müəllim WhatsApp-da baxırdım da PDF-ə. WhatsApp-da PDF-ə baxırmış. Nəyə baxım müəllim? Baxın. Göstərim də müəllim. İnci 42 dəqiqə. WhatsApp, qaleri, YouTube. Yaxşı. Müəllim baxın burada PDF-lər atıram özümə. Hə. Lazım olur. Məsələn sizin dərs izahlarınız da var. Gəlirəm burada PDF-ə girirəm deyə. WhatsApp-da olur. Bəs yaxşı. Hə, bəli. Onu elə vəziyyətdən çıxdın. Bəs Instagramda niyə vəziyyətdən çıxa bilmirsən? Instagramda video baxıram müəllim. Video baxırdın. Nətər yəni 2 saatlıq video, Instagramda 1 dəqiqəlik videodur. Gəl. Yox da indi birdən keçir vaxt. Çox ayıb olsun Eylən sənə. listəyə baxıram müəllim. Çox ayıb olsun. Başqa nə deyə bilərəm ki? Hə? Heç nə, sən yaddaşlara yazıldın. Bizim otağı göstərmək istəyirəm uşaqlara. Görək növbəti qurban kimdir? Kim? Ay, bu burada var. Əcə görüm aşağı gəl. Yuxarı qalxma aşağı gəl. Dəftərimi də gətir. Cəhd dəftərimi. Sabah necəsən Sabah? Neçəyə qədər yazmısan? 140-a qədər yazıbsan? 140-a qədər yazıbsan. Deyir bu. Bu nə var? Bu şeydə, yəni sən yandın. Həm şu gec gələn 5 dəqiqə qalmış dərsə, onu tez gəldim. Deməli, Sabah 2 saat 10 dəqiqə YouTube-da, Instagram 15 dəqiqə, WhatsApp 15. İndi YouTube-da sən kinoya baxmısan, yoxsa dərsə baxmısan? Bir dənə sən can gir YouTube-a da. Sən can gir YouTube-a da, görüm nədir. Yaxşı, belə kənarda göstər, sonra görüm yaxşı şeylər varsa girəcəm. Yox da mən. Yox da görüm nəyə baxmısan da. İki oğlansan da la. Yox da. Ha, deməli yaxşı şeylərə baxmamısan da. Deməli yaxşı şeylərə baxmamısan ki. Hə? İzahdır. İzahda baxılası şey var da. İzahdırsa izaha baxma olar da. Niyə vaxt qoymursan ki? Mən də 3 saatdır qoydum aldım. Sən göstərmədin? Göstərmədin? Mən şeydə belə normaldır. YouTube neçə dəqiqədir? 1 saat 19 dəqiqə. Instagram sildi. Mən bir dəqiqə. Girim. Allah Instagramda. Girim buradan YouTube-a girirəm uşaqlar. YouTube-a girirəm. Yaxşı şeylər var da yəqin ki orada. Dərs izahlarına baxmısan da. Cavablar. Kitabxanaya girirsən, axırıncı vaxtda şey olur. Kitabxana. Tarixçiyə girəcəm. Bu nədir? Bir dəqiqə. Bu nədir baxırsan? Gör, şit şeylərə baxıb. World Country Batis. Dev yeraltı projesi. Adana yaşananın... Bu şeyə girmişəm, değil mi? Salam. Axtarış var. Dim tezliğisi, möhtəşəm canlı.
Heç nə. Heç nə. Bu sevdada yanan Seyid Əzim oldu. Amma oxumuşam dərslər. Oxumsan? Yaxşı, de mənə sual verirəm sənə. De mənə görüm, profesiyanın sahə düsturu. Orta xətt vurulsun H. Orta xətt vur H. A plus B bölünsün 2. Bəli, vur H. Yaxşı, sən mənə de görüm, sual verirəm sənə, paralelogramın sahə düsturlarını. Paralelogramın sahə düsturları. Deyim. Bizə rəqəm A vurulsun H-a, B vurulsun HB. Sonra A vurulsun B vurulsun sin alfa. Aha. Bir də var, Bir də var idi. D1 vur D2. Hə, D1 vursun sinüs alfa. Böl 2. Bəli, D1, D2 sinüs alfa böl 2. Doğrudur. Bəli. Yaxşı. Elay, sən də görün mənə. Elay. Romun sahə düsturu. Rombin A kvadratı sinüs alfa, sonra A plus D1. D1 vur D2. Hə, D1 vur D2 vurursa sinüs alfa. D1 vur D2 bölü 2. Hə, D1, D2 böl 2. Hə, bir də var idi AH. AH. Yavaş-yavaş yekunlaşdıraq. Buradan sizə də göstərəcəm. Salam aleyküm. Kimdir bu? Qaçır. Uşaqlar, sizə sağollaşıram. 9-lara uğurlar arzulayıram. 9-cu siniflər üçün dəstək məqsədli videoları da inşallah paylaşacağıq. Və bir də 9-cu siniflər əgər sınaq qruplarına qoşulmaq istəsələr, yazıb sınaqlar qrupuna qoşulub təkrarlaya bilərlər yaxşıca. Tövsiyə edirəm, mütləq şəkildə qoşulun, nömrəyə yazın 9-cu siniflər. Orada biz bir ay ərzində hər gün sınaq işləyərək bütün proqramı təkrarlayacağıq. Uğurlar sizə. Çalışın. Sağ olun, salamat qalın.